Rus dilində keçmiş zaman, прошедшее время fe'lin infinitiv formasından, məstər formasından düzəlir. Qaydası belədir. Fe'lin T məkki znak, T yumşatma işarəsi sonluğu atılır. Sonra müvafiq keçmiş zaman şəkilçisi artırılır. L hərfi kişi cinsi olan feillərdə, la qadın cinsi üçün, lo orta cins üçün, li cəmdə. Глагол прошедшего времени изменяется по родам и по числам. Fe'lin keçmiş zamanı cinsə və saya görə dəyişir. Глагол в неопределенной форме. Fe'l məstər formada. Что делать? Nə etmək? Смотреть. Baxmaq. Смотреть вдаль. Uzağa baxmaq. Мужской род. Kişi cinsi. Что делал? Nə etdi? Смотрел. Baxdı. Мальчик смотрел. Oğlan baxdı. Женский род. Qadın cinsi. Девочка смотрела. Qız baxdı. Что делала? Nə etdi? Смотрела. Baxdı. Средний род. Orta cins. Что делало? Nə etdi? Смотрело. Baxdı. Солнышко смотрело. Günəş baxdı. Множественное число. Cəm halda. Что делали? Nə etdilər? Смотрели. Baxdılar. Дети смотрели. Uşaqlar baxdılar.